belə deyək də gündəmə gəlir. Bilirik ki, siz həmişə deyirsiniz ki, yəni ilin 12 ayı axtarışlarda biraz konkretləşsə, yəni bir maraq göstərdiyiniz, təklif göndərdiyiniz, konkret hədəf aldığınız hücumçu varmı? Maraq göstərdiklərimiz var əlbəttə ki, amma inanın ki, mən 18 illik yola Qarabağdayam, yəni hər il hücumçu söhbəti olur, hər il bu transfer söhbətləri olur və həmişə də ola bilər nə vaxt biraz gecikmişik, biraz düşündüyümüz, istədiyimiz vaxt alınmayıb, amma yəni biz ümumi götürsək bizim komandada çox yaxşı hücumçularımız olub, çox yaxşı az sayda olub, ümumiyyətlə hücumçuları, amma hücumlarımız çox yaxşı olub. Ona görə yenə də hal-hazırda bizim danışıqlarımız gedir, axtarışlarımız gedir və inşallah çalışırıq ki, təkcə hücum xəttində ümumiyyətlə 3-4 ən azından bu iş transfer pəncərəsində transferlər eləyək. Çünki bizim tələblərimiz həddindən artıq böyüyüb, tələblərimiz həddindən artıq çoxdur. Çünki özünüz görürsünüz ki, hansı rejimdə biz çalışırıq, futbolçuların hər oyuna həm futbolçuları motivasiya etmək, hər oyuna onları sağlam çıxarmaq heç də asan deyil. Ona görə bizim yaxşı, keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var.